Xırdalandayıq. Cuplu bir çənimizi gətirmişik. 300 litrlik çənimiz şirinçə. Şirinçə dedim mən buna. Xüsusi ayaqlar da düzəldi. Ev yiyəsi xahiş elədi ki, gəlin mənim bina evimdə balkonuma bu çəni, 300 litrlik çəni quraşdırın. Özünün xüsusi paplavokunu da quraşdırdıq üzərinə və bu ayaqları ayırıb çəndən qaldırdıq yuxarı ki, daha səliqəli qalsın, heç yeri cızmasın. Gözəl də görüntüsü var bu binanın, gözəl, maşallah. Çənimiz də burada, artıq ayaqlarını deməli biz birləşdirdik yuxarı və divarlara ankerboltla çox səliqəli, keyfiyyətli işlər etməyə çalışırıq. Həmişə kimi çəni qaldırıb qoyduq hazırlanan ayaqların üzərinə və motoru da alıb gətirmişdik. Ev yiyəsi xahiş eləmiş ki, bütün detalları özün al gətir, çəni quraşdır, təhvil ver, işimizi təhvil verdik, 10 il zəmanət verdik, həm işimizə, həm çənimizə, ev yiyəsi üçün xeyirli olsun. Sizə də ömürlük çən lazımdırsa, bina evləri, həyət evləri, hər ölçüdə, hər tonajda biz Allahın izni ilə bu çənləri hazırlayırıq.